Zaten xəbərdarlıq olunur, partlayış, suçatlar yaxınlaşmayın. Burada elə yazılıb, təhlükəli minalar. Dağın başındakı Qarabağın mənzərəli, hani dığaların evidir. Dığalar bura atıb qaçıb, yandırıblar özü də buranı bax. Atılmış evlərdir, içirdəyik, həyəti. Deyirəm, Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Evlaxdayıq, qəşəng gəldi, mola verdik. Burada yəni yaşıllıq tapdıqca artıq saat 13:32-dir. 2-in yarısıdır da, yəni biraz çay istəyib də içək. Çay ən gözəlidir də Fərid. Susuzluğumuz yatsın, çayımız, dəmimiz var, hər şeyimiz var. Çay dəmləyib, çay qaynadıb içib yolumuza davam eləyəcəyik. Fərid, tükənməmişik. Yox, şükür olsun. Əladır hər şey, superdir. Çataq. İnşallah ki, sərin olacaq. Bura kimi isti olmayacaq. Əsas odur, belə deyərlər, çayımızı içib, rahatlanıb gedək. Yəni, çayımızı da qoyduq qaynamağa. Yəni, bu, necə deyərlər, bu kefi, ümumiyyətlə, hər yerdə yaşamaq olar. Restoranda da gəlib oturub çay içmək olar. Özünüz bilirsiniz. Amma, kafedə də oturmaq olar, hardasa. Amma belə bir gözəl yerdə, təbii ki, belə bir gözəl yerdə, quşların cəhcəhi, fikir verirsiniz, misilsizdir qiyməti. Bir növ istirahət elə rayonları gəzirsən. Dəyərli qardaşlar, dəyərli insanlar, dəyərli velosipedçilər, bu yük sizə uzaqdan ağır gələ bilər. Qardaş, bu yüklə necə gedir? Bax, Fərid təzə, Fərid, mən bu yüklə necə gedirəm? Mənim şotumu yaxşı gelsin. Hər gün arabasız da. Qardaş, burada nə qədər yük olar Fərid? Hamısı üstdən su dolu. 40-50 kilo. 25-30 olar. Məqsəd nədir? Bu kefi yaşamaq, bu sumkaların içində sənin qidaların var. Hər şey var da, yəni burada bax toyuq ətimiz var Fərid. Burada yeyib içməyimiz var, burada kefimiz var. Həyatda xoşbəxtlik qazanmaq, dəyər özünə vermək bax budur. İnsanlığa dəyər vermək, insan özünə gərək dəyər versin. Özünüzə dəyər verin, vallahi həyatınızı yaşayın. Heç kimin, nə bilim, belə deyək də, fikirlərinə baxmayın. Velosiped sürün, kef eləyin, gəzin. Həyat qısadır, inanın qısadır həyat. 5 gün, 6 gün zarafata söz deyil, amma həqiqi elədir. Gözünüzü açırsınız, yumursuz həyat bitir. Amma bu əyləncə, bu gözəlliklər bir gün sizə peşmançılıq gətirməz. Naborot deyəcəksiniz ki, biz bunu yaşamışıq vaxtilə. Bəh-bəh eləyəcəksiniz. Amma bir də var ki, kaş ki yaşayardım deyəcək. O gündən qorxaq. Xoşbəxt olun hər zaman, özünüzə dəyər verin mənim əzizlərim. İnşallah ki, biz çayımızı içib, yola düşürük Allahın izni ilə Bərdəyə, Bərdədən də su qovuşun. Saxla. Bəli, Bərdə. Əziz Bərdə şəhəri. 292 kilometrdən sonra Bərdəyə daxil olduq. Belə gözəl qalası, belə gözəl. Bir dənə yerə baxın. Oy maşallah, bu nədir? Dəhşət də, yəni gözəl. Gül çiçəyi, yaşıllıq. İnsan, yəni təmizlik deyəndə doğrudan baxırsan ki, təmizdir də, yəni bura təmizdir. Adama ləzzət edir. Görəndə adamın ürəyi açılır. Biz bunu bacardıq. Salam olsun Bərdəlilərə. Allah sizləri qorusun. Allah sizləri var eləsin. Gözəl, necə deyərlər, çox uzun əziyyətdən sonra biz Bərdəyə gəldik. Bu mənim oldu 47-ci rayonum. 47 rayona gəlmişəm artıq. Bu da 47-ci. Rayon dedikdə, yəni nəzərdə tuturam tur olaraq. Əla, gözəl. Təbii ki, bu velosipedlərlə gəlmişik də, yəni təsəvvürünüzə gətirirsiniz. Yüklərimizlə, belə yüklə. Bəl qarnını verib qabağa. Bəli, nətərdir vəziyyət? Gələ, hər şey əladır. Əladır. Deyirəm, motivasiya. Buna motivasiyası dağılır. İndi sən mən Qarabağda görəcəm ha, qardaşım. Belə yerdəyik. Gəl sən bizlə, gəl Bərdənin plakatına. Orada dayanacağıq. Canlıda baxırdın? Hə, əla, gəl. Paylaşım? Baş üstə, niyə paylaşmıram?
Niyə paylaşmıram mənim qaqam? Necəsən canavar? Qurban olaram Alper. Bərdə. Salam aleyküm. Hardan keçəcəyik ora? Dey qabaqdan. Bərdənin ikinci plakatı, əsas plakatı deyək buradayıq. Qəşəng. Görürsünüz də Bərdəyə gəldik. 300 kilometrdən sonra 47-ci belə deyək turumu etdim. Şükürlər olsun. Necə deyirlər, Suqovuşana gedirik Allahın izni ilə. Əhsən qardaşım. İsti adamı İsti yandıra gedirik. Qardaşım, nə var? Hə, o nə deyək qaqam? Nə var? Glikozadır. Bunu bir dəqiqə belə şillə vur bəsimdir. Bəsimdir daha az. Amma əhsən olsun da sən Allahım. Səlal olsun. Sırtığına vurmuşum gedirəm. Bərdə. Belə gözəl yer. Maşallah olsun. Və o Fərid sərinlənir. Çay su doldururuq. Belə bir dənə qəşəng. Belə bir dənə bulaq yeridir Bərdədə. Belə çıxan kimi, yəni burada yol qırağında belə qəşəng gəldik. Belə bir dənə yerdir. Allah razı olsun bu bulağı təşkil edənlərdən. Çünki həqiqətən su bizə bu saat bizə nə vəziyyətdə lazımdır. Yəni dəhşət lazımdır da. Şükürlər olsun. Gəldik. Su götürdük. Doldurub indi gedirik, davam edirik. Ərazi də çox gözəldir. Fərid, burada qəşəng çay da qaynatmaq olar, amma vaxt yoxdur buna bax. Yoxa gedirik ya, zarafat edirəm, dəlisən. Qəşəng, buna baxın, əla. Super. Onu bağla da qardaşım. Gəl o Fərid. Əla, Fərid. Eltun ət, belə yazılır. Özəl belə bir yerə gəldik. Gün də düşür, belə bir gözəl yerdir. Təsəvvür edin, bunun belə bulaqları var da, belə suları gəlir. Yəni, indi mən göstərəcəm sizə bu kim bunu inşa edib, kimin təşəbbüsü olub. Hal-hazırda baxın, demək Soyuq Bulaq şəlaləsi Kərimov Qiyas Xanlaroğlunun təşəbbüsü ilə Göyçə mahalının Daşkənd kəndindən gətirilmiş daşlardan istifadə edilərək tikilmişdir 1982-ci ildə. Yəni Soyuq Bulaq şəlaləsi Kərimov Qiyas Xanlaroğlunun təşəbbüsü ilə. Allah razı olsun, Allah var eləsin. Yəni bilmirəm, rəhmətə gedib, sağdır, rəhmətə gedibsə Allah rəhmət eləsin. Sağdırsa yenə rəhmət ölüyə də var, diriyə də var deyirlər. Allah canını sağ eləsin, belə deyək. Çox gözəl yer, Soyuq Bulağı, həqiqətən qəşəng. Hal-hazırda deyəsən bu Tərtər ərazisidir, belə deyək. Həqiqətən də çox qəşəng, sərin, su, adam ləzzət edir, sərinlənirsən, məkan gözəldir, adam ürəyi açılır. Biraz istirahat edib, yəni su doldurub, içib, davam edirik yolumuza inşallah. Fərid də ki, maşallah, necə çəkir başına suyu. Hə Fərid? Qardaşım, bir dənə baxın, göz boy necə susadığımıza baxın da, yəni. Necədir, qolları da yanıb. Fərid, amma dəyər də, yəni. İndi qabağımıza tez-tez bulaqlar çıxdı, fikir verdin. Yəni, nə qədər bizi qabağa salır, yaxşı mənada, soyuq su içirik. Çox qəşəng. Əla, yolumuz inşallah ya Suqovuşan qismət olsa, ya da ki, Tərtərdə qalacağıq. Aleyküm salam. Biz Tərtərlilər, Allah sizləri qorusun. Biz axır ki, gəldik, Tərtərə çatdıq. 311 kilometrdən sonra. Tərtər haqqında hələ bir şey deyə bilmirik. Çünki hələ Tərtərə tam girməmişik. Amma belə deyə bilərəm ki, Tərtər mənim oldu 48-ci rayonum. Şükürlər olsun. Tərtərə də gəldik, çıxdıq. Allaha şükürlər olsun, belə deyək. Növbəti turumuz inşallah ki, Qarabağ zonasıdır. Qarabağa gedirik. Belə Velo Fəridlə bir yerdir, təbii ki. Fərid yanıb. Mən buradan istidən bu gündə, bu vəziyyətdə fikir verirsiniz. Amma dəyər. Amma dəyər yenə də. Nisbətlər də bu vəziyyətdə. Nə dəyəri? Yəni bura gəlməyə dəyər də, yəni. Tərtər, mərkəz, elit. Elə buradır deyəsən, hə? Yoxsa Kapital Bankın deyir yanındadır. Hə, sağa dönürük. Konumla gedirik onsuz, prosta. Demək, elit oteldəyik. Hostel, otel, Allah razı olsun, hər Fərid. Super. Qəşəng şərait.
Murat hemen alıp başlat onlara. Çaynak üstüne koymuşum qaynabağa. Hava da sağ olsun təşkil edilər. Qəşəng çayımızı da dəmləmişik. Və nə lazım bir insana? Bundan sonra Şuşaya yox, Qarabağ bölgəsinə sürərik. Hələ bu, hələ toyuq ətimiz də var. Üç gündür daşıyıb bu. Üstümüzdə 3 gündür toyuq daşıyıb. Nərdədir? Hə, yatmaq gəlir adam. Yatmalı da yemək yiyəlim. Yeyəndən sonra Gözlərə şirinətə var ya Sami. Sami ayda, Sami gözə, Canay Sami. O qədər turlara Sami ilə getmişəm. Sami deyilədir. Biz YouTube izləyicilərimiz. Bu da bir dənə tava bizim deyil. Kartoşka aldıq, özümüz pişirdik. Təbii ki, paylaşmışdıq çay, dəm, çaynika qədər bizimdir. Amma elit yox, qardaşım, mən kontrol özümə söz sağ verdim. olsun. Belə yer təşkil edə, belə gözəl yeri də var. Yəni özümüz gətirin, özümüz pişirin də, yəni dedi, sağ olsunlar, Allah razı olsun. Yağa qədər daşımışıq da üstümüzdə, yəni biz velosipeddən bu qədər şey daşımışıq. Pomidor, piyazlar. Hə, super. Sonra biz 8 saata Mətbəxiniz alın, bizə həvalə edirlər, sağ olsunlar. Demək, əyləşdik, qəşəng. Artıq yeməyimizi yeyirik, qəşəng. Pomidor, hamısını özümüz pişirdik də, yəni burada özümüz əllə hazırladıq elədik. Sağ olsun, yəni Fərid sağ olsun, kartoşkanı alıb pişirdi qəşəng. Əti də gör necə ət pişirib sana Fərid, sağ olsun. Pomidor xiyarımız, hə var. Əhsən Fərid. Nuş olsun Fərid. Hal-hazırda bilirsiniz ki, biz Tərtərdəyik, Tərtərdə qaldıq. Su qovşanda yerlə bağlı əziyyət çəkdik. Yer tapa bilmədik. Yəni qalmağa bir yer tapa bilmədik. Normal bir yer ki, baxın bura hosteldir, görürsüz. Qəşəng münasib qiymətə də kömək elədilər, sağ olsunlar. Bu videoları biz sizlərə görə çəkirik. İstəyirik ki, özümüzə borc bildik ki, məlumat verək. Hal-hazırda biz Tərtərdə qaldıq. Çünki Tərtərdə qalma səbəbimiz su qovşanda ev tapa bilmədiyimiz oldu. Bizə xırda ev ya da hostel lazımdır ki, çox baha olmasın, münasib olsun. Çünki biz Qarabağ turu edirik də, zarafat deyil. Təsəvvür edin ki, biz artıq 3 gündür yoldayıq. 3 gündür bizim yemək bişiririk, produkt alırıq, oradan-buradan almırıq da nəsə oradan. Yəni özümüz də nə şey gətirmişik ki, çünki bu yollarda çox xərc çıxır. Həm də ki, çölçülük həyatı yaşayırıq ki, yəni biz onu hiss eləyək ki, çətinliyin arxasıca gəlməlidir. Ona görə də su qovşanda ev tapa bilmədik, Ağdərədə ev tapa bilmədik. Hətta nə qədər canlıda da dedi, kömək eləyən olmadı. Sağ olsunlar, deyirlər 70 manata, 60 manata verərik. Bu hörmət eləmək deyil, yəni idmançıya dəyər deyil. Çox əfsuslar olsun ki, mən buradan şikayətimi bildirirəm. Yəni su qovşan, alınmış torpaqlarda qiymətlər, otellərin qiyməti 60 manat. Yəni hostel Nujenmi adama 10 manat. Xırda bir imkan cəhətində kömək eləyə bilməzdilər. Təbii ki, istəsələr eləyərdilər və ya eləyə bilərdilər, elə etmədilər. Yenə də biz kimisə günahlandırmağa çalışmırıq. Sadəcə o haqq olanındır eləmirlər. Yəni inanın, dəyər verin. Velosipedə hər kəs, hostellər olsun, otellər olsun, siz bizə dəyər verəcəksiniz. Gənclər də baxıb örnək götürəcək bizdən. Övladlarımız yaxşı işlərlə məşğul olar. Pis fərdi işlərdən uzaq olar. Ona görə də biraz bu barədə çox pis olduq. Həqiqətən bunları görüb çox, yəni bizi yoran heç nə olmadı. İsti bizi yormadı. Yorğunluq bizi yormadı. Bizi yoran diqqətsizlik oldu. Çox şeylər, bu 2 gün ərzində, 3 gün ərzində biz Tərtərə qədər 311 kilometr sürmüşük. 311 kilometrdə şahidlərimiz budur ki, idmana dəyər vermirlər. Yəni nə mənada? Çünki yolda velosipedçisən, istidə velosiped sürürsən, bir nəfər saxlayıb su təklif eləmir. Məsələn, amma su alırıq dükanlardan. Sadəcə təklif, qardaş. Nəsə ehtiyac var. Məsələn, bu sözü biz eşitmədik. Çox təəssüflər olsun. Ya sağ olsun bir qardaş, hansı yoldaydı onu çəkib paylaşacağam, baxacaqsınız. Saxladı dedi, nəsə ehtiyacınız var falan, maşını saxladı. Mən sizə dəyər verirəm falan da dedi, sağ ol. Videolarında çəkdik, baxacaqsınız inşallah. Videoda da görəsən. İnşallah izləyin, abunə olun.
dəyər verin. Bizə də verdiyiniz, bizi uzaqdan izləyən qardaşlarımız, əzizlərimiz, analarımız, bacılarımız belə deyək. Bizə də dəyər verdiyiniz, idmançıya dəyər verdiyiniz sadəcə abunənizdir, bəyənməniz. İstirahətimizdən sonra da yolumuz sabah Suqovuşan, Ağdərə, sonra Laçın, Şuşa, inşallah ki turumuz qabaqdadır. İnşallah izləmədə qalır. Səhər yeməyimizi də bitər, yumurta ilə zadla yola verdik. Tökülmüşük, hə Fərid? Əla da, enerjimiz zor. Saat düzə 6-ya qalır. Ateş işləyir. Bizdən başqa heç kim durmur da, yəni təsəvvür elə, posterdə. Saçaqlı pendir yumurta ilə, indi qədər şirinçə yeməmişəm də bu yaşıma qədər. Saçaqlı pendir, açı. Yumurta. Qalıb getməliyiz, bir şey saçaqlı. Olub ki, yəni gör necə yemişik. Mən saçaqlı pendirdən heç vaxt şirinçə eləmərəm. Yəni o dərəcədə Bakıda o zaman. Pis mənada demirəm, yəni oradan getmir də, yəni amma indi elə gedir ki, o yax kimi. Qəşəng indi inşallah sürürük Qarabağ zonasında tur eləməyə. Xeyirlisi inşallah. Davam edirik Allahın izni ilə. Hər şey əla olacaq. Şuşadakı, Laçındakı şəkil video çəkəcəyim. Bir də onun həsrəti, bir də Qarabağa girmək həyəcanlı an məndə yaşanır. Təsəvvür fikirləşirəm ki, Qarabağ sürəcəm indi. Uydu. Elhamdülillah, gedəcəyik inşallah. Biz artıq oteldən, elit oteldən çıxırıq. Allah canlarını sağ eləsin. Fərid qardaşımızla gedirik. Salam. Yolumuz artıq Qarabağa. Bugün həqiqidir də, o ciddi Qarabağa gedirik. Bugün ciddi Qarabağa gedirik. Ya qardaş, Qarabağa gedirik deyə gedib çıxa bilmirik. Külək, isti, yer tapa bilmirik. Nə bilim, ev tapa bilmirik. Onun dərdindən dünən sürə bilmədik. Qardaşım, dəstək verən yoxdur. Dəstək verən yoxdur, onu mən dedim. Nəysə yalvarmırıq, pulsuz istəmirik. Yox, çox istədik ki, biraz endirim olunsun falan, qiymət oxudular. Eyb yox, sağ olsunlar, övladları da bizə baxıb örnək götürür. Biz iş görmür, yaxşılıq edirik. Yəni, amma insanlar var, nankör olur da, belə deyək, amma eyb yox. Biz demirik də kimsə borcudur, amma biraz köməkli eləmək olar. Eyb yox, canları sağ olsun. Elit oteldə 5 manat endirim elədi bizə, yenə də sağ olsun. Nə deyək, yenə də sağ olsun. 5 manata görə də sağ olsun. Düzdür, kondisioner zad otaqda yox idi. Biraz əziyyət çəkdik isti ilə bağlı, amma yenə də şükür, buna da şükür. Nəysə, davam edirik inşallah, yolumuz Qarabağ. Siz bu çətinliklərə dözməlisiniz. Bu çətinliklər hər zaman var. Belə çətinliklər adamın motivasiyasını yerə salmasın. Daha da güclü olmalısınız. Çünki pislik də görə bilərsiniz bu yolda. Yaxşılıq da görə bilərsiniz. Yəni bu yolu çətinlik deyib çıxmaq lazımdır. Yağbal içində yaşayacam deyə çıxsan, yəni heç də nail olmayacaqsan. Ona görə bu çətinliklər hər zaman olacaq. Çətinliklər hələ qabaqdadır və biz onu psixoloji hazır olub yola çıxırıq. İnşallah davam. Və tərtəri artıq çıxırıq. Yorulmayasınız qardaşlar. Sağ olun. Dağın başındakı Qarabağın mənzərəli Qarabağ zonası da belə deyək. Aşağı olacaq. Oba, onda əla. Qəşəng. Deməli, bu 100%-yə ermənilərə aid olub, post qruplar nədirsə. Demək, burada da fikir verirsiniz, dağılmış evlər var. Yəqin 90-cı ilə, 92-ci ilə, nə bilim, o vaxtcı ilə aiddir. Bizimkilər yaşayıb. Hal-hazırda görürsünüz, dağıntılar içində qalıb. Ərazi minalınmışdır konkret. Burada yəni yaşayış yoxdur. Artıq Tərtər ərazisindən çıxırıq, Suqovuşana tərəf gedirik. Yəni, maraqlı hələ
qabaqda olacaq turplar. Dağıntılı evlərdir, fikir verirsiniz. Getdikcə belə evlər çox var. Burada yaşayışlar olub. Bizim torpaqlar olub. Yəni təbii ki, sözsüz bizim evlər olub. Ermənilər yaşayıb yəqin, yandırıb gediblər. Dağıdıb gediblər, belə deyək. Adlarına layiqdirlər. Yəni yandırıb çıxıblar da, belə deyək, dağıdıb çıxıblar. Davay. Baxın, təhlükəli minalar. Burada elə yazılıb, təhlükəli minalar. Demək yol boyu bax belədir bu vəziyyətdə. Görürsünüz. Yəni pislik eləyib gediblər də bildiyimiz. Olsa pisdilər. Zaten xəbərdarlıq olunur. Partlayış, suçatlar yaxınlaşmayın. Lentə zada alıblar da təsəvvür edin buraları bu vəziyyətdə. Axır ki, Ağdərə postuna yaxınlaşdıq, görürsünüz. Bu da görürsünüz, keçdik. Portallarımızı göstərdik, postu da keçdik. Artıq şərəfsiz ermənilərin belə deyək də, əlində olan, əlində olan gözəl torpaqlarımızı işğaldan azad etdiyimiz yerlərə girdik. Belə deyək, girdik artıq. Bəli, əziz Ağdərə. Artıq Ağdərə giririk də, hə? Suqovuşdan sonra Ağdərə, hə? Suqovuşdan sonra Ağdərə. Əla. Yolumuz hələ var. İzləmədə qalın. Qabaqda sizə bir dənə videolar göstərəcəyik. İnşallah özünüz görəcəksiniz. Bizə gətirirsiniz. Yaşayış yerləridir, yaşayış oldu da burada. Fikir verirsiniz. Bu ermənilər burada fikir verirsiniz. Ermənilər burada yaşayıblar. Təbii ki, 90-cı ildə bizimkilər yaşayıb. Sonra ermənilər zəbt ediblər. Amma dağıdıb gediblər çox yeri. Yəni təhlükəli yerlər olduğuna görə giriş də yoxdur da, belə deyək. Çünki plakatlarda yol boyu yazılır ki, təhlükəlidir, minalanmış sahədir. Yəni görürsünüz, baxın bu vəziyyətdə. Eləsi var, yandırıblar. Televizorda görmüsünüz da bunu. Od vurublar, heç kimə qismət olmasın, belə deyək. Baxın, məsələn, misal olaraq üstünə gəldi. Görürsünüz vəziyyətdə, ev olub, yandırıb, dağılıb gediblər. Su qovşandayıq. Siz bu su qovşanın gözəlliyinə baxın hələ. Yəni, belə gözəl yerləri işğaldan azad etmişik. Yəni, şəhidlərin hesabına, qazilərin hesabına. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlıq etsin. Siz yerlərin gözəlliyinə baxın hələ. Siz bu gözəlliyə baxın hələ. Bəh, siz bu, yəni, nə bilim, yəni söz tapmaq olmur. İnsan bilmir nə danışsın. Necə də gözəl, necə də qəşəng. İnanın, yəni şişirtməyə ehtiyac yoxdur da, görürsünüz. Dağlar dağın içində yerləşir. Yəni belə gözəl yer var, yəni. Dağlar dağın içində yerləşir də, yəni. Onlar da bilir, haranı işğal etmək lazımdır. Elədilər, cavabını aldılar. Görürsünüz, necə gözəl yerlərdir. Allah müzəffər ordumuzu qorusun. Baxın, görürsünüz, nə gözəldir. ...44 günlük müharibədə şəhid olan şəhid qardaşlarımızın abidəsidir. Allah rəhmət eləsin.
Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin, yaralı qazilərimizə şəfa versin. Belə gözəl əraziləri bizə bəxş ediblər, belə deyək. Biz yolumuz inşallah Suqovuşa. Təsəvvür edin, hələ Qarabağa girməmişik tam. İndidən görürsünüz, paydam qalxırıq. Yuxarıları görürsünüz. Yəni ziqzaq gedirik. Ziqzaqdakı bilirsiniz ki, biraz sürətdə kömək edir. Yorğunçuluğa nə oldu? Çox dikdi nədir? Yoxlayarıq. Yəni çətinliklər elə qabaqdadır, düzdür. İstəyə bax, istəyə. Bəli. Görün necə gözəl yerlərdir. İnşallah buranı çıxsaq, məncə çox düzü aşağıdır, mən belə bilirəm. İnşallah. Bunları çəkeyim. Yəni, biz də istəyirik ki, sizin övladlarınız yaxşı belə mənzərəli yerlər görsün. Qəşəng. Təbii yollara baxın, yollar bu vəziyyətdədir. Bu yollarla velosipeddən düşürük də, təsəvvür edirsiniz. 3-4 kilometrdə düşmüşük. Amma velosiped də ağır, belə rotor da buradan fikir verir, rəngi dəyişib də rotor. Yəni təsəvvür edin ki, belə gözəl ərazilər Ağdərəyə aiddir. Quşların cəhcəhinə baxın. İnşallah ki, Ağdərə, siz də Ağdərənin içərisinə gedirik inşallah. Yoldakı belədir. Bu yolla, bu daşlıq belə pis yolla gəlirik. İnanın ki, çətinlik çəkirik, əzab çəkirik. Biraz məsuliyyətdir, biraz əziyyətdir, əsəbdir, yorğunçuluqdur, amma bacararıq inşallah. Buradakı görürsünüz Ağdərədə erməni evidir. Yəni erməni tikib bunu, yaşayıb, atıb qaçıb. Görürsünüz darbasası qırıq-qırıq. Fikir verin. Evlər nə gündə, pəncərə qırıq-qırıq. Dağıdıblar evi, gediblər. Yəni söküb gediblər ki, heç kimə qalmasın da öz aləmlərində düşünüblər. Təsəvvür edin. Kimsə təzə tikmişdi, arzu ürəyində qalıb. Görürsünüz, hamısı erməni evlərdir, baxın. Hələ dığaların evidir, bax, dığalar bura atıb, qaçıb, yandırıblar özdə buranı, bax. Yandırıblar müharibə vaxtı, heç bu qalıb. Hələ villalara baxın. Ağdərədəyik də, Ağdərədə. Villa yazada baxın, hələ atıb qaçıblar. Yəni təsəvvür edin, bunların hələ naveçin azadına baxın, görürsünüz. Görürsünüz, satılmış evlərdir. İçindəyik, həyəti. Görürsünüz, bu belə. Görürsünüz, dağlar. Mənzərə. Hamısı erməni evlərdir, atılıb gedir. Düzdür, bizimkilər də yaşayıb burada 90-cı illər əvvəl. Sonra da onlar gəlib zəbt ediblər, tikiblər, düzəldiblər. Yəni bu vəziyyətə erməni evlərdir, bax hamısı. Tağlardır buraya. Bura heç girilmiş ki, nə qədər bəşi də. Erməni isi gəldi buradan. Söhbədə deyirəm, erməni isi gəlir buradan. Ağdərədə kameramız deşildi. Yollara görə dəyişirik kameramızı, inşallah davam edirik. Vəziyyət. Başımıza hadisə gəlməlidir də, yəni hadisəsiz olmur. Bax belə erməni evləridir, görürsünüz. Belə hamısı, hamısı burada yaşayış yoxdur, deyim biləsiniz. Hamısı boşdur. Erməni evlərdə atıb qaçıblar, görürsünüz. Ağdərədəyik hal-hazırda. Artıq Ağdama, səhv eləmirəmsə, Ağdama, oradan da Şuşaya inşallah. 60 kilometr Şuşaya velosiped sürəcəyik inşallah. Bu qədər. Məsələn, evlərin hər biri boşdur. Baxın, bayaqdan, buradan gəlirik, fikir verin. Atılıb gedən evlərdir hamısı, məhəllələr. Fikir verirsiniz. Bomboş, yəni insan
Yəni demək olacaq maşınlar keçir də, o da Bakıdan gələnlər yəqin. Fikir verin. Yəni bax belə bu vəziyyətdə. Bax belə fikir verin. Bax belə göstərirəm sizə. Evlər, nə bilim nələr. Bura Ağdərədir. Hal-hazırda Ağdərəni görürsüz. Ağdərədə yerlər. Ha belə. Burada yəqin ermənilərə aid məktəb olub, xəstəxana olub, nə olub bilmirəm. Görürsüz, nə gündədir. Özə yandırıblar buranı. Yəni nədir bura, nə bu gündədir? Fikir ver, buralar nə uzundur, nə boydadır. Amma boşda fikir verin, yaxınlaşdırıram. Görürsüz, içi zadı bilinir ki, heç nə qalmayıb da. Yəni yandırıblar, nədir bu içərisini? Görürsüz, nə boyda yerdə fikir verin, nə uzun bucağı bilinmir. Valla amma bilmirəm də nədir bura. Ot basıb da, yəni bu dığalara aid nəsə olub. Buna baxın. Elə bir ki, o Çernobıl var, Çernobıl hadisəsi kimi qalıb. Belə. Ərazilər hamısı boşdur. Yola baxın da, yəni təsəvvür edin ki, biz Şuşaya gedirik. Yoxuş da var qabağda. Biz Şuşaya gedirik. Düşən yaxın göyə yola girmişik ki, yaxın yolla gedirik də. Yəni gəldiyimiz yola baxın da, yəni təsəvvür edin. Əzab əziyyətlə gedirik də, yəni əzab əziyyət. Qararpin, bizim belə. Qararpin ziyarətgahı. Belə bir ərazisi. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Belə bir yerdir. Ermənilərin təsəvvür edin ki, ermənilərin əlində olub, şükür Allaha. Biz onları məğlub etmişik və bu hal-hazırda bizdədir. Görürsünüz. Görürsünüz. Elə bir. Ha? Oyda, ora girənmirik amma. Ağdamdayıq. Artıq Ağdamın əraziləridir, binalarıdır. Hə Fərid? Qarabağdayıq. Gözəl qardaş. Ləzzət eləyir. Gəlməyən oyun yox. O qurtava yol bizi öldürdü də məhv elədi. Elə bir var ha. Elə bir bütün Bakı bizə qarğış eləyib ki, bunlar şuna getməz. Amma vurmuşuq da. Az qalıb. Tərsdiyimizə vurub gedirik. Sən heç nə bezimizə deyil. Az qalıb amma inşallah. Səbirlə gedirik, səbirlə. 400 sözün görsəm kilometraj olaraq. Kilometraj olaraq. Çox, həvəsə gələcəm. Qəşəng. Səbir, insan səbir eləyəndə istədiyi nailiyyətlərə əldə edir. Ona görə də necə deyək, insan yerə həvəsi olsun mütləq. Bu yolu çıxanda sadəcə düşünməlisən ki, mən Qarabağa gedirəm. Yəni məqsədə çatmalısan, belə deyək. Mən Qarabağa gedirəm, məqsədə çatmalısan mütləq. Biz də onu deyib ki, çıxmışıq yola. İnşallah. Bu çətinliklər bir gün keçəcək. Xatirələr qalacaq. Baxıb xatırlayacağıq. Yaşadığımız bu çətin günləri yaşayacağıq. Yəni xatırlayacağıq. Baxacağıq, amma Şuşaya getdiyimizi başa düşəcəyik ki, biz velosipeddən Qarabağa getmişik. Yəni bu bizim uğurumuzdur. Şükürlər olsun. Şuşada görüşənə də. Biz Xocalı qan yaddaşımızdır. Allah rəhmət eləsin şəhidlərimizə. Xocalı soyqırımı
Yəni danışdıqda tüklərimiz biz olur. Çünki təsəvvür edirsiniz də, yəni deməyə ehtiyac yoxdur da, hər kəs öz tarixini yaxşı bilir. Yəni Xocalıda nələr baş verir? Xocalı yazısını gördüm ona görə. Faciə uğrayıb insanlar. Yəni şərəfsiz ermənilər çox alçaqcasına davranıblar. Yəni Xocalı gördükdə, Xocalı ərazisi gördükdə bu bizə biraz da əzab kimi, yəni biraz ağrılı, əzablı olur. Allah səbir versin. Allah səbir versin. Allah şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə Allah can sağlığı versin. Xankəndiyə gəldik. Artıq Xankəndiyə hələ girəcəyik, şəhərinə girəcəyik. Erməni evləri falan var, bax görürsünüz, atıb gediblər. Orada bax baxın görürsünüz, o da atılıb gedib. Otlar basıb buraları nə gündə. Bizdə narahatçılığımız var ki, bura minazad, mina ola bilər, minalan. O plakatın yanına gedə bilmirik. Buradan elə çəkirik yol qırağından, öz ehtiyatımızı qoruyuruq. Hal-hazırda gözəl yerlər Xankəndiyə məxsusdur. Qarabağ biz gəldik. Hələ sabah inşallah bu gün istirahət edib sabah qismət olsa Şuşa, Laçın gedəcəyik. Əziz Xankəndi. Salam olsun Qarabağlılara. Hamısı salam, hamısı Xankəndiyə aiddir. Yəni görürsünüz, bomboş. Çox satıb gedib. Ha belə. Hələ biz də gedirik Xankəndi mərkəzinə inşallah. O məşhur heykəldir. Xankəndidəyik. Qarabağ Azərbaycandır, gözəl.